Salam dəyərli izləyicilər, podkastımızın bugünkü buraxılışında ölkəmizdə kiber təhlükəsizlik sahəsində həyata keçirilən tədris təşəbbüslərindən və AKM-in hazırlıq proqramlarından, həmçinin təşkilatlarda informasiya təhlükəsizliyi üzrə GRC istiqamətindən danışacağıq. Bugünkü mövzularımızı müzakirə etmək üçün studiyada qonağım İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin müdir müavini İlkin Əzizovdur. İlkin bəy, xoş gəlmisiniz. Xoş gördük. Dəvətiniz üçün ilk öncə təşəkkür edirəm. Verilişin konsepti, podkastın konsepti doğrudan da dəyərlidir. Düşünürəm ki, cəmiyyətimiz üçün çox yararlı olacaq. Buna görə elektron təhlükəsizlik xidmətinə təşəkkürümü bildirirəm. İzləyicilərimiz isə düşünürəm ki, müddət ərzində doğrudan da faydalı məlumatlar əldə edəcəklər bizim paylaşdığımız məlumatlardan və öz sahələrində özlərinin iştirak etdiyi, işlədikləri müəssisələrində ən azından bizim fikirlərimizdən faydalanıb hansısa bir addımlar atsa da düşünürəm ki, bizə də bunun feedbackləri hansısa bir formada, dəyərli formada geri qayıdacaqdır. Çox sağ olun dəyərli fikirləriniz üçün. İlkin bəy, bugünkü gündə davamlı müdafiə üçün təşkilat daxilində düzgün idarəetmə strukturu, risklərin dəyərləndirilməsi və uyğunluq mədəniyyəti formalaşdırılmalıdır. Məhz bu səbəbdən ilk sualım bu olacaq ki, GRC nədir və bunun idarəetmə və qərar vermə prosesi mərhələsində təsiri nə dərəcədə rol oynayır? Gözəl sualdır. İlk öncə GRC-nin tərifini verək. GRC informasiya təhlükəsizliyinin GRC istiqaməti bir müəssisədə, təşkilatda informasiya təhlükəsizliyi üzrə proseslərin idarə edilməsi, yəni qavurun istiqamətini özündə əhatə edir. Daha sonra informasiya təhlükəsizliyi və IT üzrə risklərin idarə edilməsini özündə əhatə edir və regulyasiya və uyğunluq tələb olunan standartlara uyğunluq çərçivəsinin idarə edilməsini təşkil edir özündə və bu prosesdə demək olar ki, müəssisənin həm əməkdaşları, həm rəhbərlik, həm də bu istiqamətdə fəaliyyət göstərən informasiya təhlükəsizliyi struktur bölməsinin olması vacibdir. Yəni ki, rəhbərlik bir şəkildə bunu fərqində olmalıdır informasiya təhlükəsizliyinin ki, bu struktur bölmə hansı fəaliyyətlə məşğuldur və biznesə qatdığı dəyər nədir? Əməkdaşlar informasiya təhlükəsizliyinin fərqində olmalıdırlar ki, təhlükəsizlik onların özlərinin gündəlik fəaliyyətlərində və fəaliyyətlərində gigiyenik qaydalara riayət etməkdən başlayır və bunlar, belə deyək də, ümumi desək, bunlar əhatəli şəkildə bir-birindən əlaqəli olduğu şəkildə olduqda bir müəssisəni biz təhlükəsiz və bu təhlükəsizlik istiqamətində tədbir görə bilən bir müəssisə adlandıra bilərik. Bəs informasiya təhlükəsizliyi istiqamətində GRC mədəniyyətinin qurulması üçün rəhbərlik və əməkdaşlar hansı addımlar atmalıdır? Gözəl sualdır. İlk öncə gəlin bir müəssisə sözünə bir açıqlama verək və bu sualın dərinliyini fərqinə varaq, daha sonra bunun informasiya təhlükəsizliyi tərəfinə baxaq. Bir müəssisə dediyimiz təşkilat, yəni bir kommersiya təşkilatı öz mənfəəti və qarşısına qoyduğu hədəflər üçün çalışan bir müəssisədir, cəmiyyətdir və bu cəmiyyətdə toplaşan insanlar var və bu mənfə əldə etmək üçün qoyulmuş hədəflər var və bu hədəfləri icra edən vendorlar, insanlar və bir struktur və bir təşkilatı struktur var. Və onların dediyimiz kimi məqsədi biznesin gəlirliyini, məqsədlərinə və dayanıqlığını təmin etməkdir. İnformasiya təhlükəsizliyi və IT bu məsələnin arasındadır. Birinci, bundan başlayaq ki, informasiya təhlükəsizliyinin bir istiqaməti bu texnoloji təhlükəsizlikdir. Texnologiyanın açıqlamasını verək ki, bu biznesin işlənməsində, drive olunmasında harda dayanır? IT bu istiqamətdə hansısa bir icra olunan bir prosesin, yəni manual icra olunan bir prosesin avtomatlaşdıran, optimallaşdıran və səmərəliliyini artıran bir funksiyadır. Yəni, düzgün ifadə etsək, bir dəyərin formalaşmasında bir dəyər zənciri və bu dəyər zəncirinin texnoloji elementləridir. Və bunun üçün də bilirsiniz ki, müəssisələr öz texnoloji stəkinə, yəni ki, infrastrukturuna yatırım eləyir, bununla bağlı əməkdaşlar cəlb eləyir prosesə və bununla da öz prosesini avtomatlaşdırır, optimallaşdırır və transformasiya həyata keçirilir. İnformasiya təhlükəsizliyi isə bu baş verən prosesdə həm texnoloji təhlükəsizliyi, həm də informasiyanın bir obyekt olan təhlükəsizliyini təmin edir. GRC isə burada tam olaraq bu hər iki
bu istiqamət həm texnoloji, həm insan tərəfdə işlər görməlidir. Bu həm dayanıqlığını təmin etsin, həm insan dedikdə burada həm təşkilatı struktur olaraq, yəni təşkilatı struktur dediyimiz insanların birlikdə bir məqsəd üçün işləməsi üçün, yəni daha az belə də resurs sərf edərək bir məqsəd üçün işləməsi üçün düzgün qurulmalıdır ki, orada miskommunikasiya az olsun, məqsədlər, nəticələr daha əlçatan olsun, nəticə yönümlü olsun. Təşkilatı struktur dizaynında buna diqqət yetirilməlidir. GRC mədəniyyəti isə korporativ mədəniyyətin altında formalaşmış bir qoldur. İnformasiya təhlükəsini biz GRC istiqamətindən danışırıq. Bu isə nə dəyər qatır bir müəssisəyə? Müəssisə öz texnoloji qərarlarına, informasiya əgər bir obyekt rolunda çıxış edirsə, bunun üzərində qərar verən zaman öz risklərini öncədən proaktiv olaraq qiymətləndirməyə, daha sonra bunun üzərində qurulan proseslərin daha düzgün və optimal icrasına qiymətləndirilməsi üçün Bu qiymətləndirmə məsələsinə proqnozlaşdırma da deyə bilərik, yəni assessment, belə deyək, risk assessment deyə bilərik, risk qiymətləndirməsi deyə bilərik ki, biz proaktiv olaraq qurduğumuz prosesdə və qurulacaq prosesdə risk assessment aparırıq ki, ümumiyyətlə biz bu texnologiyanı misal üçün tətbiq etsək, hansı risklərlə qarşılaşa bilərik və bunun qarşılaşma ehtimalı nədir, bizə təsiri nə olacaq və bunun nəticəsində biz özümüz əlavə kontrollar qura bilərik. Bu riskin azaldılması üçün mitigasiya tədbirləri görə bilərik ki, bu riskin biznesə təsiri daha az olsun. Yəni mənfi təsiri daha az olsun. Və bundan əlavə də bunun bir uyğunluq tərəfi də var. Uyğunluq mədəniyyəti isə artıq dediyimiz kimi də bir müəssisənin fəaliyyət göstərdiyi ölkədə ölkənin qanunvericiliyinə və fəaliyyətində əsas istiqamətlər olan, misal üçün, kart emissiyası olsun, prosesing fəaliyyəti olsun, kart əməliyyatları üzrə. Bunu icra edirsə, misal üçün, PCI DSS-ə uyğunluğunu təmin etməlidir. Çünki bu olmadan o bu fəaliyyəti icra edə bilməz. Bunları təmin edərək özünün beynəlxalq maliyyə institutları qarşısında uyğunluğunu təmin edir və davamlılığı üçün hər il lisenziya ilə təmin edilir. Ümumiyyətlə götürsək, bu mədəniyyət bir müəssisədə formalaşması təkcə informasiya təhlükəsizliyi departamentinin işi deyil. Və bunu hal-hazırda əfsuslar olsun ki, ölkəmizdə müəssisələrdə hələ də bu anlayış qalır ki, bu informasiya təhlükəsizliyinin yalnız struktur bölməsinin məsuliyyətindədir. Bu ancaq belə deyil. Bu məsuliyyət ilk öncə başlayır rəhbərlikdən. Bunu rəhbərlik düzgün anlamalıdır ki, informasiya təhlükəsizliyinə niyə yatırım eləyir, bu struktur bölmə niyə var və bu riskləri qiymətləndirən zaman doğru qərarların verilməsinə də biznes olaraq rəhbərlik maraqlı olmalıdır. Bəli, rəhbərlik bu istiqamətdə biznesi belə deyək də öz kontrolları ilə, informasiya təhlükəsizliyi kontrolları ilə əhatə etməli və riskini mitigasiya etməlidir ki, biznesin dayanıqlığını təmin edə bilsin. İlkin bəy, şirkət rəhbərliyinin kiber təhlükəsizlik istiqamətində qərar verə bilməsi üçün idarəetmə daxilində hansı struktur və mexanizmlər qurulmalıdır? İlk öncə danışdığımız kimi bir informasiya təhlükəsizliyi struktur bölməsinə ehtiyacı var. Çünki bu struktur bölmə qərarverici şəxsin konsultasiya həyata keçirdir, dediyimiz risklər haqqında məlumat verir, kənarlaşmalar haqqında məlumat verir, müəssisədə olan boşluqları birbaşa rəhbərliyə eskalasiya edir. Bu da real təsirlərin nə ola biləcəyi haqqında bir biznes funksiyasında və rəhbərlikdə bir fikir yaradır. Burada kiçik bir haşiyə çıxmaq istəyirəm. Ümumiyyətlə biznes bunu anlamalıdırmı, düzgün anlayırmı? Bu artıq informasiya təhlükəsizliyi departamentinin belə deyək də artıq öz səriştəsidir. Oradakı rəhbərliyin, oradakı bu işlə məşğul olan rəhbərliyi birbaşa məsələləri eskalasiya edən şəxsin belə deyək də səriştəsidir düşünürəm. Səbəb ondan ibarətdir ki, insan olaraq biz özümüz haqq etdiyimizin yox, satdığımızın qarşılığını alırıq. Burada da eyni məntiqdir. Əgər biz rəhbərliyə real təsiri izah edə biliriksə, doğrudan da rəhbərlik bunu başa düşəcək və bu istiqamətdə hansısa bir tədbir görəcək. Əgər biz bunu qarşı tərəfə sata bilmiriksə, fikrimizi izah edə bilmiriksə, bu riskin nə olduğunu, hansı təsir edə biləcəyini, hansı formada təsir göstərə biləcəyini izah edə bilmirsə, sözsüz ki, rəhbərlik bu riskin anlamayacaq və
informasiya təhlükəsizliyinə dırnaqarası desək, əlavə bir xərc kimi görəcək. Düşünürəm ki, bunu anlamaq və bunun düzgün idarə etmək həm rəhbərlik, həm də informasiya təhlükəsizliyi departamentinin birgə işidir. Qarşılıqlı bir növ əməkdaşlığıdır. İlkin bəy, təchizat zənciri hücumlarında GRC modeli necə tətbiq olunmalıdır ki, risklər maksimum səviyyədə azalsın? Bu istiqamətdə bir müəssisə düşünürəm ki, fərqi olmadan texnoloji və informasiyanın birbaşa işləyən vendoruna mütləq şəkildə qiymətləndirməlidir. Doğrudan da bu müəssisə mənimlə işləməyə uyğundurmu, uyğun deyilmi və mən biznesimin davamlılığı üçün arxa tərəfdə özündə daxilində proseslər, texnoloji olaraq belə deyək də ehtiyatı varmı? Əgər misal üçün mənə bir avadanlıq satırsa, hansısa bir server avadanlığı satırsa, əgər mənim serverim sabah xarab olsa, bu vendorun bunu təmin etmək üçün öz anbarında ehtiyat hissələri varmı? Və bunun kimi digər, çünki vendor dedikdə, vendor özü də bir şirkətdir və vendor risk assessment-da təkcə dediyimiz kimi detal yox, digər oranın belə deyək də bütün informasiya təhlükəsizliyi, IT mühiti yoxlanılır və qərara gəlinir ki, bu müəssisə bu istiqamətdə bizlə işləməyə uyğundur, yoxsa deyil. Qeyd etdiyiniz kimi hal-hazırda bu aktual məsələdir, çünki hücumların böyük bir əksəriyyəti Təchizat zənciri üzərindən. Bəli, və burada da ən böyük faktor isə misal üçün müəssisələr, bu tək Azərbaycanda deyil, bütün dünyada belədir. İnandıqları bir vendor var, uzun illərdir işləyir. Elə bilirlər ki, müəssisə doğrudan da hər bir şey qərəzsiz şəkildə daxildə işləyir və onun daxilində olan proseslərdən xəbərləri olmur və o standart bir ssenari var da, oradakı hansısa bir əməkdaş bilərəkdən və ya bilməyərəkdən özü kiber hücuma məruz qalır və onun üzərindən isə xidmət göstərən şirkətə ziyan vurulur. Bunu heç bir şəkildə predikt eləmək mümkün deyil və bunun üçün də yeganə kontrol davamlı olaraq vendor yoxlamaqdır. Aparılması, yoxlamaların aparılması. Bəli. Uyğunluq tələblərinə əməl edilməsi kiber müdafiəni hansı səviyyədə gücləndirir? Bu, belə deyək də, real müdafiədirmi, yoxsa sadəcə kağız üzərində təhlükəsizlik tələbləridirmi? Kağız üzərində dediyiniz kontrolların tətbiqi, belə deyək, doğrudan da götürsək, bunu heç kim arzulamaz. Amma müəssisədə yeganə gözlənti odur ki, proses işləsin. Bir söz deyim var ki, ya yazdığımızı eləməli, ya da elədiyimizi yazmalıyıq. Bu ikisindən biri olmalıdır. Və bunun üçün də hər bir halda nəyinsə yazılı olması doğrudan da ehtiyacdır. Çünki bugün ilkin buradadır, sabah olmaya bilər və bu prosesdə dayanmadan icra olmalıdır. Əgər ilkin olaraq mən bütün prosesləri beynimdə saxlamışamsa və bir biznesin fəaliyyətinə təsir göstərən proseslər haqqında bütün bilgilər mənim beynimdədirsə, bu da arzu olunmaz bir şeydir. Çünki sabah ilkin olmasa biznes dayanacaq. Bunun üçün hər bir şey kağızda olmalıdır. Və bunun uyğunluq tərəfi nədir? Uyğunluq tərəfi dediyimiz kimi bir beynəlxalq standartlar, müəssisənin bu istiqamətində tabe tutulacağı çərçivələr və standartlara tələblərinə riayət etməsi və dövlət qanunvericiliyi məsələsi var. Əslində hal-hazırda ölkəmizdə biz bunu Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzinin fəaliyyətində hiss edirik. Biz görürük ki, Mərkəzi Bank, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən maliyyə institutları üzərinə tətbiq olunan qaydalar, standartlar artıq bu istiqamətdə bir canlanmaya səbəb olub. Artıq müəssisələr informasiya təhlükəsizliyi struktur bölməsinin yaradılması, bu istiqamətdə əməkdaşların cəlb olunması, öz vəziyyətlərini anlamaq üçün assessmentdən keçirməsini istəyirlər bazardan. Bu da artıq bir yaxşı bir haldır. Bu o deməkdir ki, uyğunluq məcbur elədi ki, bazarda olan iştirakçılar bu istiqamətdə addımlar atsınlar. Yəni buna bir enabler deyirik. Və bazar başladı bu istiqamətdə fəaliyyət göstərməyə. Bəli, müəssisə bunu hansısa bir formada tələbə ödəmək üçün bunu hazırlayacaq sənədi, amma o hazırlayanda isə birinci ildə olmasa ikinci il bu sənədin vacib olduğunu başa düşəcək. Çünki birinci il yoxlamasalar da ikinci il bunu gəlib hansısa bir istiqamət üzrə dərinə gedəcəklər və müəssisə başa düşəcək ki, doğrudan da bunun
ehtiyacı var idi və ya bundan hansısa bir formada mənfi təsirlə qarşılaşacaq, insident baş verəcək və bunun ehtiyacı olduğunu görəcək. Düşünürəm ki, ölkədə kiber təhlükəsizliyi üzrə yetkinlik səviyyəsinin yüksəldilməsində dövlət qurumlarının requlativ tələbləri, normativ aktları çox önəmlidir. Və bu istiqamətdə fəaliyyət göstərmək üçün düşünürəm ki, həm üçüncü tərəf şirkətlər üçün yaxşı bir şərait yaradılır, həm əməkdaşların kiber təhlükəsizliyə cəlb olunması üçün yaxşı bir imkan yaradır və biznesdə bu istiqamətə investisiya ayırmaqla öz biznesinin dayanıqlığını təmin edir. Tutaq ki, bir müəssisədir, kiber təhlükəsizlik sahəsində GRC-ni sıfırdan qurmaq istəyir. Bunun üçün ilk addımları nələr olmalıdır və nə üçün onları seçməlidir? İlk öncə yaxşı sualdır. İlk öncə mən düşünürəm ki, bir müəssisədə rəhbər informasiya təhlükəsizliyinin nə olduğunu başa düşməlidir. Şəxsən mən öz təcrübəmdə görmüşəm ki, müəssisənin rəhbəri konsultantı tərəfindən olmazsa olmaz bir bənd kimi göstərilən bir şeyin icrası üçün informasiya təhlükəsizliyi struktur bölməsi yaradır və ya hansısa bir həllər alır. O konsultant getdiyi anda yenidən hər bir şey dayanır, köhnə vəziyyətə qayıdılır. Bu deməkdir ki, müəssisə rəhbəri hələ də kiber risklərin nə olduğunu anlamır. Buradakı əsas məqsəd bu rəhbəri başa salmaqdır ki, misal üçün, bir nümunə üzərindən gedək. Əgər müəssisə mebel istehsalından məşğuldursa və bu rəhbəri ilə mebel istehsalında istifadə olunan xam mal, ortaya çıxan dəyər, məhsul üzərindən kiber təhlükəsizliyin, IT-nin izah olunması daha məqsədə uyğundur. Çünki insan biznesmendir, yeganə bayaq dediyimiz kimi gözləntisi gəlirliyinin artırılmasıdır və onun üçün informasiya təhlükəsizliyi real vaxtda, belə deyək də, digər şeylər nəzərə almasaq, əlavə xərc kimi görür. Prioritet kimi nəzərdə tutulur. Bəli, deyir ki, mənim birbaşa istehsalıma təsir eləmir, dəzgah deyil, avadanlıq deyil ki, mən bu gün 10 dənə istehsal edirəmsə, 12 dənəyə bunu qaldırmayacaq. Bunun üçün burada bu rəhbərin bu işi fərqində olması birinci önəmli кейsdir. Biz bunu rəhbəri başa salmalıyıq, inandırmalıyıq və bu inandırdıqdan sonra artıq biz digər addımlara keçid edə bilərik. Struktur bölməsinin yaradılması, düzgün texnoloji həllərə investisiyanın olunması və düzgün insanların prosesə cəlb olunması. Və bununla da belə deyək də artıq bir əhatəli və informasiya təhlükəsini təmin etməsi üçün təməl kontrollar üçün belə fundamentin qoyulması mümkün olacaqdır. İlkin bəy, az öncə vurğuladınız ki, requlativ tələblər ölkədə kiber təhlükəsizliyin canlanmasına səbəb olub. Bəs AKM-in bu istiqamətdə töhfəsi nələrdir? Hansı istiqamətdə yəni işlər görülür? Biz Azərbaycan Kiber Təhlükəsizliyi Mərkəzi olaraq ölkədə kiber təhlükəsizlik ekosisteminə bütün istiqamətlər üzrə dəstəyimizin və bu istiqamətdə fəaliyyətlər icra edirik. İlk öncə bildiyiniz kimi bizdə kadr hazırlığı həyata keçirilir və bu kadr hazırlığını biz İsrailin Teknion Texnologiya İnstitutuna birgə həyata keçirdirik. Daha sonra və bu dediyimiz kimi kadr hazırlığı həm sıfırdan kiber təhlükəsizlik mütəxəssisinin yetişdirilməsi və mövcud ölkədə olan bu istiqamətdə olan kadr potensialını ixtisas artırma proqramlarına cəlb etməklə həyata keçirdirik. Digər istiqamətimiz Cyberpark istiqamətidir ki, burada milli kiber təhlükəsizlik məhsullarının hazırlanması, Cybercollab istiqaməti ölkədə kiber maarifləndirilməsi üçün dəstəkləyici proqramların həyata keçirilməsi, beyin mərkəzi layihəsi isə Teknion Texnologiya İnstitutu ilə birgə formalaşdırdığımız bir know-how-nu Azərbaycanda fəaliyyət göstərən və kiber təhlükəsizlik ixtisası olan universitetlərə yaymaqdır. Və bu o deməkdir ki, biz artıq universitetlərdə kiber təhlükəsizliyi üzrə spesifik predmetlərin tədrisini həyata keçirdirik və bu formada biz belə ekosistemə dəyər qatırıq. Dediyiniz kimi requlativ tələblər var və bu requlativ tələbi ilk öncə icra etmək üçün insan lazımdır. Və bu insanı demək olar ki, hal-hazırda bizim işə qəbul faizlərini deyə bilərəm ki, biz önəmli şəkildə ölkədə bu prosesə təsir göstəririk və dəyər qatırıq. Hal-hazırda bizim işə qəbul faizimiz təxminən
faiz civarıdır. Və requlyativ tələbə əlavə olaraq da bir qeydimi bildirmək istərdim ki, ilk dəfə olaraq biz son kohortumuzda 5-ci kohort, 5-ci dalğada şəbə qəbul faizində qəribə bir tendensiya müşahidə etdik. Maliyyə institutları bizim uşaqlarımızın məzun olmadan son bir ayında artıq işə qəbullarını həyata keçirirdilər. Bunun da səbəbi dediyimiz kimi requlyativ tələblər idi və artıq dediyimiz kimi fintech, banklarda bir canlanma var idi və struktur bölmələrinin əməkdaşları ilə yeni bilgili insanlarla zənginləşdirirdilər. Bildiyim qədərlə AKM-də müxtəlif hazırlıq proqramları olur. Red Team, Blue Team, Purple Team proqramları olur ki, bunların məqsədi nədir və tələbələr bu proqramlara qoşulmaq üçün hansı mərhələlərdən keçirlər? AKM-də biraz öncə qeyd etdiyim istiqamətlərdən biri də Cyber Edu istiqamətidir və qeyd etdiyim istiqamətlər üzrə fəaliyyətlərimizi icra edirik. Birincisi Blue Team-dir. Bu bir müəssisədə kiber təhlükəsizliyin təmin olunması üçün müdafiə üsullarının öyrənilməsi proqramıdır. İkinci Red Team bir müəssisədə informasiya obyektlərinə hücum vektorlarının təşkili və bu istiqamətdə tədbirlərin icrasının öyrənilməsidir. Purple Team isə bunların birgə vəhdətidir, monitorinqdir və analizinin təşkil edilməsidir. Dediyimiz kimi biz Red və Blue Team təlimlərini 60 nəfər olmaqla hər 6 aydan bir qəbul edirik və 6 ay ərzində 60 nəfərin tədrisini Teknion Texnologiya İnstitutu ilə birgə həyata keçirdirik və 6 ayın sonunda uşaqları məzun edib işlə təmin olunmasına dəstək göstəririk. Amma bu 6 ay dediyimiz təkcə Teknion Texnologiya İnstitutu deyil, istəyirəm ki, biraz da dərin izah verim. Hər bir tələbə bu 6 ay ərzində saat 9-da Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzində tədrisi səhər saat 9-da başlayır. Saat 4-də kimi İsraildən gələn Teknion Texnologiya İnstitutunun ekspertləri tərəfindən tədrisə cəlb olunur. Saat 4-də dərs bitdikdən sonra bizim yerli əmək bazarından cəlb etdiyimiz ekspertlər tərəfindən praktiki ağırlı tədris başlayır. Bu tələbələr öyrəndiklərini praktikaya dökürlər. Bəli. Və bunu biz niyə edirik? Səbəb ondan ibarətdir ki, Teknion Texnologiya İnstitutunun proqramı doğrudan da beynəlxalq bir təcrübəyə əsaslanır və bu beynəlxalq təcrübə bu uşaqlara doğrudan da faydalıdır. Amma gəlin görək bu dəqiqə Azərbaycanda kiber təhlükəsizlik istiqamətində müəssisələrdə bu biliklərə ehtiyac varmı? Tam deyil. Səbəb ondan ibarətdir ki, bizdə müəssisələr hələ də açıq qaynaq kodlu məhsullardan istifadə eləyir. Daha belə deyək də, light versiyalar, bir həllin təşkilindən 5 dənə alətdən istifadəsini uyğun görür. Daha belə deyək də, büdcə sərfiyyatı az olsun deyə. Və bunun üçün də ehtiyac yaranır ki, yerli əmək bazarından bir şəxs gəlsin bizim uşaqlara doğrudan da öyrəndikləri mövzu hal-hazırda əmək bazarında necə tətbiq olunur, onu öyrətsin. İlkin bəy, bəzən bu dalğaya qoşulan tələbələrdə qeydiyyat prosesində düşünürlər ki, mənim ilkin belə deyək də proqramlaşdırma biliklərim lazımdırmı, ehtiyac olurmu? Yəni bu istiqamətdə istərdim ki, bizi izləyən tələbələrə istiqamət verərdiniz. Bu doğrudan da bizim hal-hazırda mərkəzə ən çox verilən suallardandır. Gənclərimiz tərəfindən istərdim mən aydınlıq gətirim. Ümumiyyətlə biz bilikləri yoxlayırıq və potensial gördüyümüz psixoloji hazırlığı bizim istədiyimiz səviyyədə olan belə namizədləri filtrdən keçirdirik və intervyuya çağırırıq. Ümumiyyətlə qəbul prosesi haqqında bir məlumat verim. Təxminən bizə 2000-dən yuxarı müraciət daxil olur. Son müraciətlərdə də bu statistika öz əksini tapır. Həmişə bizdə müraciətlərin sayı 2000 üzəridir. Biz ilkin müraciətləri təqdim olunmuş məlumatlara əsasən bir filtrasiyadan keçirdirik. Filtrasiyadan sonra bu uşaqları, seçilmiş uşaqları Teknion İnstitutunun imtahan sisteminə cəlb edirik. Bu imtahan sistemi bildiyimiz 3 saatlıq bir imtahan deyil, 5-6 saata qədər uzana bilir və individual
belə deyək də tətbiq olunur və imtahan sistemi özü individual olaraq tələbənin psixoloji hazırlığını və sual üzərində sualdan daha artıq biliyə sahib olduğunu təsbit edə bilir. Burada bir fərqli alqoritmlər istifadə olunur. Burada əsas məntiqi qavrama rol oynayır. Məntiqi qavrama, psixoloji hazırlıq və mövzu üzərində nə qədər bilgiyə sahib olduğunu, yəni dərindən bilgiyə sahib olduğu öyrənilir. Və bu test mərhələsindən sonra yenə də bir test mərhələsindən keçən və keçməyən bir tələbə kütləsi yaranır və daha sonra uyğun top tələbələri biz intervyuya dəvət edirik. İntervyuda, yəni bizim prosesdə intervyuda olan tələbələr də görüblər. Burada tək bizim AKM-in yerli akademik heyəti yox, həm İsrailin ekspertləri iştirak eləyir və biz burada təsbit edirik ki, doğrudan da bu şəxs 60 belə də nəfərin içində layiqli şəxsdirmi və 6 ay bizlə bu prosesi birgə ola biləcəyik. Çünki dediyim kimi də əslində bizim proqramımız 9-dan 4-ə deyil, 9-dan 9-adır və bundan daha sonra və ən əsası da kiber təhlükəsizlikdə həvəs olmalıdır ki, bu istiqamətdə, yəni 6 aylıq tədris prosesində tələbənin həvəsi daha önəmlidir ki, bu axarlı getsin. Bəli, həvəs önəmlidir. Daha sonra öyrəndiyi bilikləri etik çərçivədə icra edəcəkmi, yoxsa bunu bədniyyətli kimi istifadə edəcək, bu şeylərə də diqqət edirik və bunu fərqli davranış üsulları ilə ölçürük və hər bir jüri heyətinin rəyinə əsasən 60 nəfər seçilir. Bu bizim Red və Blue Team təlimləri üzrə olan bir seçim prosesidir və digər təlimimiz isə bizim Purple Team-dir. Purple Team isə bizdə qapalı keçirilir. Əməkdaşlıq etdiyimiz tərəfdaş müəssisələrin kiber təhlükəsizlik mütəxəssisləri üçün ixtisas artırma təlimləridir. Sırf spesifik olaraq bu mövzuda deyə bilərəm ki, regionda bu təlim yoxdur. Siz bunu pulla almağa belə çalışsanız regionda belə bir təlim tapa bilməyəcəksiniz. Səbəb ondan ibarət ki, biz bununla bağlı İsraildən spesifik bu istiqamət üzrə fəaliyyət gözləyən ekspert cəlb edirik və təlim özü 2 həftə bootcamp şəraitində təşkil olunur. Burada müxtəlif alətlərdən və bu alətlərin tətbiq üsullarından danışılan bir təlim proqramıdır, zəngin bir təlim proqramıdır və burada bizim tərəfdaşlarımız iştirak edirlər. İlkin bəy, az öncə tərəfdaşlar vurğuladınız. Bildirdiniz ki, Purple Team təliminə tərəfdaşlar cəlb olunur. Bəs digər qurumlardan da bu istiqamətdə dəstək ala bilərlərmi təlim üçün? Bəli, əlbəttə. Ümumiyyətlə kiber təhlükəsizlik mərkəzimizin konsepsiyasında hansısa bir çərçivə yoxdur, tərəfdaşlıqda bir çərçivə yoxdur. Ölkədə istənilən qurum, istənilən özəl müəssisə tərəfdaşlıq və bizim resurslarımızdan faydalana biləcəyini düşünürsə, müraciət edə bilər. Həm bizim Purple Team təlimləri istiqamətində bizim kiber maarifləndirmə, bizim hazırladığımız məhsullardan yararlanma kimi bütün istiqamətlərimizdə əməkdaşlıq edə bilərik. Onlara maksimum dərəcədə dəyər qata biləcək fəaliyyətlər icra edə bilərik. Burada heç bir sərhədimiz yoxdur. Əsas odur ki, istək olsun, təşəbbüs olsun, maraq olsun. Biz hər cür dəstəyimizi göstərməyə hazırıq. İkimiz çox gözəl məqamlara toxunduq. Red, Blue, Purple Team təlimlərindən danışdıq, hazırlıq proqramlarından danışdıq. Bununla yanaşı AKM universitetlərdə hansı istiqamətdə tədbirlər həyata keçirir? Hal-hazırda bizim Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzində beyin mərkəzi konsepsiyasının icrası həyata keçirilir. Dediyiniz kimi universitetdə də predmetlərin, kiber təhlükəsizlik predmetlərinin tədrisi həyata keçirilir, spesifik predmetlərin. Buna səbəb nədir? İstəyirəm biraz bunun keçmişinə qayıdım. Daha anlamlı ifadə etmək üçün. Ümumiyyətlə biz Teknionla böyük bir artıq 3 ilə yaxın bir əməkdaşlıq təcrübəmiz var. Və kiber təhlükəsizlik üzrə Teknion Texnologiya İnstitutu böyük bir məktəbdir. Və bu əməkdaşlıq çərçivəsində biz silabusların hazırlanması, bu istiqamətdə tədrisin həyata keçirilməsi üçün bir treynerin necə yetişdirilməsini öyrəndik. Və bu bilikləri istəmədik ki, bu yalnız kiber təhlükəsizlik mərkəzində qalsın. Və istədik ki, daha çox, bu dediyimiz 60 nəfər belə deyək də, kohortda iştirak edən namizədimizdən daha çox insanlara çataq mərkəz olaraq. Bunun üçün kiber təhlükəsizlik
üzrə beyin mərkəzi layihəsinə başladıq. Bu istiqamətdə hal-hazırda biz ölkədə fəaliyyət göstərən 5 universitetlə əməkdaşlıq həyata keçirdirik və onların kiber təhlükəsizlik ixtisasında yer alan rəqəmsal dəlillərin analizi, red teaming fəaliyyəti üzrə metodologiyaların öyrənilməsi, informasiya sistemlərinin mühafizəsi və kiber təhlükəsizliyin əsasları predmetləri üzrə tədrisləri həyata keçirdirik. Dediyimiz kimi bunun üçün biz mərkəz olaraq Texnologiya İnstitutu ilə birgə artıq təlimçilər yetişdirmişik. Bu təlimçilərlə universitetlərdə bu tədrisi həyata keçirdirik və ən böyük üstünlüyümüz ondan ibarətdir ki, biz yalnız tədris həyata keçirtmirik. Tədrisimiz tam olaraq praktiki ağırlıqlıdır. Çünki mərkəzimizdə bildiyiniz kimi böyük bir laboratoriya şəraiti var. Həm hardware, həm də software olaraq təchiz olunmuşuq yüksək səviyyədə və tələbənin bu istiqamətdə bilik aşılamaq üçün bütün şəraitimiz mövcuddur. Və təşəkkür edirəm universitetlərə, bizlə əməkdaşlıq edən universitetlərə ki, doğrudan da bu əməkdaşlığımız düşünürəm ki, məhsuldardır. Biz doğrudan da tələbələrin geri dönüşlərini, müsbət geri dönüşlərini alırıq və universitetlər də bu məsələdə doğrudan da yalnız predmetlərin tədrisi deyil, biz beyin mərkəzi layihəsi çərçivəsində həm də universitetlərdə spesifik mövzularda workshopları da təşkil edirik. Bu workshoplar seminar xarakterlidir. Yəni hansısa misal üçün red team'in Azərbaycanda fəaliyyəti istiqamətində ən çox istifadə olunan alət nədirsə və bu alətdə üzləşilən problemi deyim, ən yaxşı təcrübə nədirsə, bunun üzərindən universitetlərdə seminarlar təşkil edirik və bu seminarlar təkcə yerli mentorlarımızdan deyil, həmçinin demək olar ki, ayda bir neçə dəfə olmaqla bu istiqamətdə bizim Texnologiya İnstitutundan ekspertlər dəvət edirik və spesifik mövzularda da biz universitet tələbələrinə və ya bu open call-da ola bilir, bütün cəmiyyətə fayda ola biləcək şəkildə təlimlər həyata keçiririk. İstəyən şəxs gəlib təlimlərdə iştirak edə bilər və beyin mərkəzi fəaliyyətimiz bununla da yekunlaşmır. Əlavə olaraq biz sabah qruplarla birlikdə hər il hakaton təşkil edirik və hakatondan çıxan bizim uğurlu layihələrimiz var, startaplarımız var və bu istiqamətdə fəaliyyət göstərən və bizim hakatonlardan çıxan məhsullara isə maksimum dərəcələrimizdə olan resursları onların inkişafına dəyər qatacaq şəkildə istifadəsinə cəlb edirik. İlkin qeyd elədiniz ki, bir sıra universitetlərdə bu təlim prosesləri həyata keçirir. 5 universitet qeyd elədiniz az öncə. Yəqin ki, bu təlimlər digər universitetlərə də şamil olunacaq. Yəqin ki, bu istiqamətdə belə deyək, tədbirlər genişlənəcək. Bəli, qeyd etdiyiniz kimi biz bu prosesi istəmirik 5 universitetlə bitsin. Biz həm universitet siyahısına əməkdaşlıq etdiyimiz universitet siyahısını genişləndiririk və tədris etdiyimiz predmet növlərini genişləndiririk. Növbəti hədəflərimiz daha böyükdür və bu hədəflərin icrası üçün həm Teknionla birlikdə yerli mentorlarımız, öz yerli akademik heyətimizlə bağlı birlikdə daha böyük işlər görəcəyik. Və qeyd etmək istərdim ki, biz bunu icra eləməklə həm Azərbaycanda kiber təhlükəsizlik ixtisasının ölkədə inkişafına və doğrudan da universitetlərə bu istiqamətdə laboratoriya və mentor dəstəyinin göstərilməsini həyata keçirdirik və düşünürük ki, onlar üçün də bizim mərkəz yararlı olur. İlkin bəy, az öncəki müzakirələrimizdə AKM-i bitirən tələbələrin işlə təmin olunma məsələlərindən danışdıq. Ümumiyyətlə digər belə deyək də tədris edən kurslar da var, təlim proqramları da var. AKM-in burada üstünlüyü nədir? Yəni gələcəkdə bu təlimləri bitirən tələbələrin işlə təmin olma faizi hansı nisbətdə olur? Biz Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi olaraq yalnız bizim tələbələrə bu istiqamətdə sahəvi biliklər aşılamırıq. Bizim məqsədimiz onların əmək bazarlarında layiqli yer tutmalarıdır. Bunun üçün də bildiyiniz kimi təkcə
hard skill önəmli deyil. Və onların işlə təmin olunması da bu prosesdə bir dəstəkləyici funksiyadır. Bunun üçün biz nə edirik? Ümumiyyətlə tədrisə başlanılan 2 ayın ilk 2 ayından sonra artıq bizimlə əməkdaşlıq etmək istəyən və əməkdaşlıq etdiyimiz qurumlar, hansı ki onlara insan resursu lazımdır bu istiqamətdə, onları workshoplara dəvət edirik. Müxtəlif mövzularda, kiber təhlükəsizliyin müxtəlif mövzularında workshoplara dəvət edirik və bu workshoplar sayəsində onlar bizim tələbələri kəşf edirlər və birə-bir diskusiyada olduqları üçün bizim tələbələri necə yetişdiklərini, hansı səviyyədə olduqlarını başa düşürlər. Və düşünün ki, biz ilk 2 aydan sonra artıq işə qəbulla bağlı proseslərin icrasına başlayırıq. Və bu hər 2 həftədən bir 4 ay boyunca icra olunur və bundan əlavə tələbələrimizin intervyuda qazandıqları bilikləri düzgün anlatmaq üçün, özlərini düzgün ifadə etməkləri üçün soft skill təlimlərində həyata keçirdirik. Bunun üçün biz ölkədə tanınmış HR-ları dəvət edirik. Seminarlara onlar uşaqlara intervyuda necə özlərinə aparmalı olduqlarını, biliklərini qarşı tərəfə necə ötürməli olduqlarını izah edirlər. Düzgün CV-nin hazırlanması və digər soft skilllər necə olmalıdır, onları izah edirlər. Və bununla da belə deyək də tələbə 360 dərəcə bütün prosesə hazır olur. Bəli, prosesə hazır olur. Çünki özünüz bildiyiniz kimi yeni nəslin və sırf olaraq kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən insanlar biraz introvertdir, özlərinə qapalıdır. Biz bu tərəfdən də tələbələrimizə bir türklədə katkıda bulunuruq ki, onlar özlərini düzgün şəkildə ifadə edə bilsinlər. Və bunun da nəticəsidir ki, biz 85% artıq işə qəbul faizindən çatmışıq. Bu 85% deyirik, amma bizim elə kohortumuz var ki, artıq işə qəbul faizi artıq 90% keçib. Və bu bizim üçün gördüyümüz işlərin müsbət olduğunun bariz nümunəsidir. Bundan əlavə biz indiyə kimi tələbələrimizi Kompetiya beynəlxalq sertifikasiyasına üzrə təlim bandları və voucherları təqdim edirik və bu onlara da bir üstünlük təmin edir ki, onlar öz biliklərini kompetiya sertifikatları ilə təsdiq edirlər və işə götürən qarşısında daha güclü olurlar. İlkin bəy, bir çox məqamlara toxunduq. İstərdim kiber maarifləndirmə istiqamətində hansı addımlar atılır bu barədə danışaq. Azərbaycan Kiber Təhlükəsizliyi Mərkəzi olaraq kiber maarifləndirmənin də icrasını həyata keçirdirik. Kiber Gigiyena AS platforması bildiyiniz kimi var. Biz bu platformanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə həyata keçirdirik. Biz bu məsələnin özəl sektorda maarifləndirməsi istiqamətindəyik. Özəl sektorun iştirakçılarına, yəni özəl qurumlara biz kiber maarifləndirmə həm əməkdaşlarına, həm də onların rəhbər şəxslərinə təlimini həyata keçirdirik. Bu istiqamətdə iki istiqamətə dediyimiz kimi ayrılır. Bir əməkdaş hissəsi var, bir müəssisən əməkdaş hissəsi var, bir də rəhbərlik strukturu var. Bu istiqamətdə demək olar ki, Azərbaycanda heç bir yerdə olmayan rəhbər şəxslər üçün kiber risklərin qiymətləndirilməsi və biznes qərarları verilən zaman kiber risklərin müəyyən edilməsi təlimlərini həyata keçirdirik. Demək olar ki, ölkədə fəaliyyət göstərən nəqliyyat sektorunda, dövlət sektorunda böyük qurumlara bu təlimləri həyata keçirtmişik rəhbər şəxslər üçün və bunun üçün də biz Tekniondan spesifik bu istiqamətdə fəaliyyət göstərən təlimçiləri dəvət edirik. Bu sessiyalar minimum 1 gün, maksimum 2 gün əhatə edir və bununla da biz rəhbər şəxslərə kiber təhlükəsizliyin nə olduğunu, kiber riskləri necə qiymətləndirməli olduqlarını izah edirik. Digər istiqamət isə əməkdaşlardır. Əməkdaşlar isə bizim onlayn LMS platforması üzərindən təlimini həyata keçirdirik və ya müəssisəyə uyğundursa offlaynda həyata keçirilməsini
icra edə bilirik. Bundan əlavə təkcə bununla yekunlaşmır. Dediyimiz kimi cəmiyyətin digər istiqamətlərində də fəaliyyət göstərən təşkilatlara, qeyri-hökumət təşkilatlarına olsun, təhsil qurumlarının müəllimlərinə olsun, biz təlimləri həyata keçiririk və düşünürəm ki, hal-hazırdakı bizim göstəricimiz kiber maarifləndirmə istiqamətində artıq AKM olaraq 6000-dən də çox vətəndaşımıza bu kiber maarifləndirmə proqramının həyata keçirilməsinə nail olmuşuq. İlkin bu podkastımızın başlanğıcında yerli kiber təhlükəsizlik məhsulları barədə danışdınız. İstərdim bu barədə ətraflı məlumat verəsiniz. Bizim dediyimiz tədris dalğalarımız və universitetlərlə əməkdaşlıq sırasında bizim hakaton layihələrimiz olur. Bu hakatonlarda məqsəd kiber təhlükəsizliyi üzrə məhsulların hazırlanmasıdır. Minimum tələblərə cavab verən kiçik proqramların, yəni ki, MVP məhsullarının hazırlanmasıdır. Və bu MVP məhsullardan da gözləntimiz ondan ibarətdir ki, biz onlara bir resurs dəstəyi göstəririk. Onlar komanda olaraq işləyirlər və məhsullarını yetişdirirlər. Hal-hazırda Azərbaycan Kiber Təhlükəsizliyi Mərkəzi olaraq 2 dənə məhsulun artıq ortaya qoya biləcəyimiz bir məhsul var. O bir məhsulumuz artıq ölkənin kritik informasiya infrastrukturunda təhlükəsizliyin təmin olunmasında istifadə olunur. Ölkə xaricində satışı, daxildə satışı həyata keçirilib. Digər məhsulumuz isə Avero məhsuludur. Avero kiber təhlükəsizliyi üzrə maarifləndirmə və phishing simulyasiyası platformasıdır. Hal-hazırda bu məhsul da müəssisələrdə POC-dədir və feedbackləri aldıqca biz onun üzərində kiçik təkmilləşdirmə işləri görürük və düşünürəm ki, növbəti 3-4 ay ərzində artıq satış həyata keçirəcək bu məhsulda. Digər məhsulumuz isə yeni hakatondan çıxıb Qaya məhsuludur. Bu isə monitorinq nəticələrinin vizuallaşdırılması və monitorinq üçün sensorların müəyyən edilməsi alətidir. Və bu da aktual problemlərdən biridir hal-hazırda kiçik müəssisələr üçün. Çünki bu istiqamətdə toollar, alətlər çox bahalıdır və kiçik sahibkar üçün bunu əldə etmək biraz çətindir və bunun üçün də biz məhsulu yaratmışıq. Bu uşaqların belə ideyası olub, bizim hakatonda iştirak edən. Hal-hazırda onlara dəstək göstəririk. Düşünürəm ki, növbəti il ərzində orada da o istiqamətdə ortaya qoyulacaq bir nəticə əldə edəcəyik. Dəyərli izləyicilər, bugünkü buraxılışımızda xeyli məlumatlar əldə etdik. Hansı ki, AKM-in fəaliyyət istiqaməti barədə, həmçinin GRC mədəniyyətinin təhlükəsizlik standartlarının formalaşmasında rolundan danışdıq. Qonağımız İlkin bəyə bir daha dərin təşəkkürümü bildirirəm. Təşəkkürlər dəvətiniz üçün. Düşünürəm ki, faydalı olduq. Məlumatlandırma, həm məlumatdan daha artıq olaraq insanlara daha yaxşı bilgilər qazandıra bildik. Əlavə olaraq bildirmək istərdim ki, biz Azərbaycan Kiber Təhlükəsizliyi Mərkəzi olaraq həm vətəndaşlarımıza, həm ölkədə fəaliyyət göstərən müəssisələrə həmişə dəstək olmağa hazırıq kiber təhlükəsizliyi istiqamətində. Onlardan yeganə gözləntimiz bizə müraciətləridir. Bizə müraciət etsinlər. Biz əlimizdən gələn dəstəyi göstərməyə hazırıq. Və növbəti illərdə yeni layihələrimiz var. Bizi izləmədə qalsınlar. Düşünürəm ki, daha çox vətəndaşımıza xidmət göstərmək üzərində təkmilləşdirmə işlərimizi davam etdirəcəyik və daha çox vətəndaşımıza yararlı olacaq. Çox sağ olun dəyərli fikirlərə görə. Ümid edirəm izləyicilərimiz üçün informativ və ilham verici bir faydalı məlumatlar oldu. Dəyərli izləyicilər, növbəti podkastlarda görüşənədək təhlükəsiz qalın.